Hüseyin, mən çox üzr istəyirəm. Siz evli deyilsiniz axı. Çox təəssüflə bildirmək istəyirəm ki, sizin kimi diqqətli, professional, qayğıkeş, empatiyası yüksək səviyyədə olan bir əməkdaşla yollarımı ayırmağa məcburiyyəti məni pərişan edir. Hilal bəy, mən qaydasında deyiləm. Hüseyin müəllim, niyə axı? Nə üçün? Atlansın dökün! Müdür, mənim maaşımı qaldır da. Qaldırmıram. Sən pox yeyirsən. Nana, sənə belə bir maraqlı sual. Bir günlük kişi olsaydın nə edərdin? Bir günlük kişi olsaydım, ne bileyim maraqlı sualda ama aklıma heç nə gəlmir. Bəs sən nə edərdin? Mən olsaydım... Ay Rəsul, düzünü denən, siz götürməmisiniz. Mən görməmişəm üzüyü. Ay əmi, hövsələm daralıram, bax siz götürmüşsünüz deyil. Ay qızım, olmadı ki, mən deyirəm ki, biz götürməmişik də. Mənim üzüyümü götürənin var yoxunu. Salam qardaş. Salam, salam. 3 cümləni tamamlayın, bizdən 100 manat pul mükafatı qazanır. De qardaş. Çörəyi ver çörəkçiyə. Birini də üstəlik. Döymə taxta qapımı. Döyməyim dəmir qapını. Mən deyirəm hətəm. Mən deyirəm hətəm, sən deyirsən